Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu və selamu alə Resulillahi və bə'd. Ən birinci hər kəs salamlayıram. Allahın salamı ilə sonra gözəl süfrədə Allah yenə bizi cəm edib. Yenə iftar süfrəsindəyik. Və Allah qatında ən sevimli süfrədir. Ən gözəl süfrədir iftar süfrəsi. Çünki nə üçün? Çünki orada ibadət edənlər cəm olur. Allah üçün ibadət edənlər. Allah üçün tərk edənlər. Allah üçün keçənlər. Yeməklərindən, içməklərindən, halallardan, halalları tərk edənlər cəm olur. Və orada çörək yeyəndə də adama xoş gəlir. Fərqi yoxdur nə yeyirsən, yəni təmtəraqlı bir məclisdir, yoxsa sadə bir məclisdir. Fərq eləmir. Sanki yorulmuş bir fəhlə gəlir, o yeməyini açır, yeyir. O necə ləzzət alır ondan? Yəni, ondan da artıq ləzzət alır oruç tutan adam, yemək yeyəndə. Çünki əziyyət çəkəndən sonra oturur süfrəyə. Baxma ki, işləyən fəhlə, işçi dünyası üçün çalışır. Dünyası üçün çalışır və dünyasının qazandığı qədər də ləzzət edir ona. Bu yorğunluq və bu biraz ağırlıq, biraz gücsüzlük, bu axirət üçün olduğuna görə daha ləzzətli olur. Daha dadlı olur, daha yaxşı olur. Ona görə biz əlhəmdülillah Ramazan ayında bu ləzzəti Allah təala bizə daddırdı. Yəni 29 gün biz oruç tutduq. Azərbaycanda orucluq Ramazan 29 gün oldu. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində gəlir ki, ay ya 30-dan olur, ya 29-dan. Bizdə qədərlə 29 gün oldu bu ay. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin sözünün təsdiqi də özünü tapır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Lis-saimi farahan. Yəni, oruç tutan üçün iki dənə sevinc var. Birinci nədir? İftar etdiyində o sevinc olur. O sevinc şansı ki, keçirir sizə. Peyğəmbər sallallahu aleyhi ve sellem verdiyi müjdədir. Keçirdirsən onu. Və deyir ki, bir dənə də sevinci var, o da Allahla görüşəndə. Çünki Allah Teala o çətin vaxtı, yəni insanların ehtiyacı olan vaxtı, o savaba, o əcrə, mükafata sən Allah qatından payla, müjdə ilə yəni müjdələnəcəksən. O təbii ki, səni sevindirəcək. Təbii ki, bundan əzəmətli sevinc olacaq. Çünki bu aclıqdan qurtarır, amma o əzabdan qurtarır. Fərq var. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem bilirsiniz ki, bu ayı, Şəvval ayını Ramazanın sünnəti eləyib. Bilirsiniz, Ramazan fərzdir. Amma Şəvval sünnədir. Sanki namazın ratibələri olmur. O namazı ki, tamamlayır, namazı ki, kamilləşdirir, namazı ki, qüsurlarından bir növ təmizləyir və qüsurlarını örtür və naqisliklərini kamilləşdirir. Eynən də Şəvval Ramazanın kamilliyidir, davamıdır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Ramazanda oruç tutsa, فَأَتْبَعَهُ سِتَّ مِنَ الشَّوَّالِ 6 dənə də Şəvvaldan əlavə etsə. كَانَ لَهُ صِيَامُ الدَّهْرِ O bir il oruç tutub. Bir il. Təbii ki, biz bir il oruç tuta bilmərik. Nə üçün? Çünki bir il oruç tutmaq haramdır. Peyğəmbər s.ə.v heç bir ayı tam tutmuyor. Elə ildə də elə günlər var ki, bayramdır. Bayram günü oruç tutmaq haramdır. Biz neynəsəydə bir il oruç tuta bilmərik. Lakin Allah Teala elə asanlaşdırıb bizim üçün, rahatlaşdırıb. Ramazan, sonra 6 gün Şəvvalda. Tutsan, o boyda əcr sənə verəcəklər. Bu da böyük bir mükafatdır, bu da böyük bir lütfdür, bu da böyük bir ətadır. Bu böyük bir rəhmətdir. Bu böyük bir, necə deyək, Allahın böyük bir diqqətidir, inayətidir insan üçün. Yəni, sanki ona çox verir yəni. Yəni,
deyirsən tə ki elə, tə ki sən gəl, tə ki sən yəni mənə tərəf addım at. Mən sənə bir qatın, 10 qatın, 100 qatın aydındır verəcəm. Mən cəəbi əl-həsənəti fələhu əşru əmthəlihə. Kim bir dənə gətirsə yaxşı əməl, ona o 10 qatın verəcəm. Allah təala buyurur. Və buyurur ki, mən cəəbi seyyiətin, kim bir dənə pisliklə gəlsə, və la yüczə illə misləhə. Mislində olanla cəzalanacaq. Yəni nədir odur. Yəni, nə qədər eləmsə o qədər. Amma bir də həsənətlə gəlsən 10 dənə, ən azı 10 dənə. Təbii ki, bu da bir ticarətdir. Allah Teala bu ticarətlə bizlə ticarət edir. Biz gərək nə qədər pislik edəyək ki, ucuzaq burada. Yəni təsəvvür et ki, biri sənə deyir ki, bir dənə gətir, 10 dənə verəcəm sənə. Sən bir dənə gətir. Birdən kefim istəsə 700 dənə verəcəm. Kefim istəsə belə saymayacam, elə verəcəm apar. Amma birdən nəsə gətirməsən, mən də bir dənəsini kəsəcəm. Sən nə qədər gələksən, nə qədər verilənən dağıdasan ki, yəni sən heç də gətirə bilməyəsən. Yəni belə bir şey biraz çətindir. Amma olacaq. Amma qiyamət ki olacaq. Yəni belə olacaq insanlar. O da necə olacaq qardaşlar? Nə bilim, qeybətlə, nəmmamlıqla, günahlarla. Təbii ki, şirk, küfür bu insana oda atacaq. Bu əməllər heç. Amma müsəlmanda belə şeylər təsir edəcək. Peyğəmbər s.ə.v sahabələrə deyir ki, müflis bilirsiniz kimdir? Müflis. Sahabələr də yəni birbaşa məna başa düşdülər. Deyirlər ki, Rasulullah, müflis dinarı dirhəm olmayar. Yəni insan pul olmaz. Müflis. Biz də elə bilirik müflisdir. Yox, müflis o deyil. Amma müflis gələcək qiyamət günü namaz, oruc, zəkat. Lakin birini söymüş, birinin haqqına girmiş, aydındır, iftira atmış falan belə. Heç nə deyil. Götürəcəklər onun günahlarını, yükləyəcəklər onun belinə. Bunun da savablarını verəcəklər ona. Heç nə. Allah da deyəcək ki, heç nə qalmadı səndə. Yəni adam xərcliyə gedəcək. Təsəvvür ki, özün qazanırsan, adam işləyir, qazanır 100 manat itirəndə, 100 manat yox, 5 manat itirəndə belə axtarar bir neçə dəqiqə. Hərdən deyir 5 manat itirmişəm, belə qəribə gəlir o. Allah 1 manat itirəndə belə adam belə şey olur. Yəni, gör indi sən orada heç nə itirə bilərsən. Yəni, nədir, nə bilim, nəyisə görə. O bu əməlləri də diqqət edib qorumaq lazımdır, əməlləri ehtiyatlı olmaq lazımdır. Biz yığırıq, lakin ehtiyatlı olmaq lazımdır. Gəlib aparmasınlar. Yoxsa gəlib aparacaqlar. Qoy sən haqqıva girsinlər. Qoy sən haqqıva girsinlər. Sən üçün desinlər. Heç də olmaz. Heç də olmaz. Amma sən eləmə. Sən eləmə. Necə deyirlər, qoy alacağın olsun. Verəcəyin olsa, ola bilər. Xüsümkar olduğun kəs ağır adam olsun. Qalə qarinuhu. Yəni, mübahisətçisi Allaha deyəcək. Deyəcək, Rəbbim, qalə qarinuhu bənə mə ətxaydu. Mən ona işlənəməmiş. İnnəhu kənə fiddələlim. O özü azmışdı. La təxtəsimu lədi. Mən yanımda mübahisə eləməyim. Yəni, Allah qulaq asmayacaq heç birini. İxsəu fiyhə bir ayda deyir. İxsəu fiyhə və la tükəllimun. Lal olun orada, dindirməyin məni. Yəni, neysə, artıq hökm aydındır. O vaxt ki, Allah Teala Allah deyir, Rabbənə əxricnə minhə. Bizi qutar oddan. Fə in udnə fə innə zalimin. Fə innə zalimun. Yəni, qayıtsaq biz zalim olaraq. Allah deyir, İxsəu fiyhə. Lal olun orada. Və la tükəllimun. Danışdırmayın mən. Nə üçün? Çünki artıq alış-veriş hamısı oldu, qutardı, paylandı. Sən heç nəyin yoxdur. Təqdim edəcək heç nəyin yoxdur. Ona görə görürsünüz, Bitaqa hədisində, kağız hədisində. Allah Teala kişi deyir ki, təqdim eləyən bir şeyin varmı? Yəni, təqdim elə ondan da ki, sənin işvə təzdən baxın. Kişi də deyir, heç nə yoxdur. Heç nə yoxdur. Allah saymışdı, amma biz unutmuşduq. Bir dənə kağız düşəcək. Və əhsa kullə şeyin ədədə. Allah hər şeyi ədədlə sayıb. Deyəcək ki, bizdə sənin üçün bir pay var. Nədir? Bir dəfə la iləhə illallah deyib. O kəlmə onu qutaracaq ondan. Subhanallah. İndi görürsən kimlər qutaracaq ondan, kimlər orada düşəcək. Allah bilir.
Ona görə İbn Məsud radiyallahu anh deyir ki, Allah Teala elə insanlara bağışlayacaq ki, qiyamət günü hamımız təəccüblənəcək. Hansı ki, biz elə bilir ki, o cəhənnəm əhlidir. Allah bilə elə insanlara da əzab versin ki, sən elə bilsən ki, o cənnət əhlidir. Burada ticarət Allahlandır. Münasibət Allahlandır. Ramazan getdi, Şəvval gəldi. Şəvval da gedəcək qardaşlar. Şəvval gedəcək, sonra gələcək. Zilqadə gələcək, sonra Zilhiccə gələcək. Aylar gələcək, yəni mart gedəcək, aprel gələcək, aprel gedəcək, may gələcək, may gedəcək. İyul belə ömür gedəcək. Lakin gərək sən yaxşı şeylər götürəsən oradan, yaxşı şeylər aparasan. Özün üçün. Bax, elə bunlar tövsiyə edirəm. Bunlar mühümdür. İnşallah Şəvvalı çalış, tut. O qadınlar da var burada ki, onların qəzaları var. Var elə. Analar, bacılar var ki, onların qəzaları var. Onlar da Allah'a sığınsınlar. Yəni. Çalışsınlar, ihmal etməsinlər. Tutsunlar. Hətta o qəza çox olanlar da var. Ama Allah'a təvəkkül, Allah'a sığınsınlar. Allah'a təvəkkül, Allah'a kömək. Yəni, Allah'a sığınsa Allah ona kömək olacaq. Hər yo əziyyət çəkirsə, əziyyətdir. Tuta bilmir. Yəni, baxır uşaqlarına, filan, çətin də onun üçün. Eləyə bilmir. Allah'tan bacardığı qədər qoxusun. Heç olmasa Ramazan qəzalarını tutsun. Lakin elm əhlindən, müjdə olaraq elm əhlindən bəziləri deyir ki, eyb etməz. Şəvvalı tutsun, sonra Ramazan qəzalarını tutar. Eyb etməz. Belə deyənlər var. Amma ən əfsəl, yəni qəzaları tamamlayıb sonra, aydındır, sonra Şəvvala başlamaq və Allah burada kişilərə rəhm edir. Bu kişilərə Allahın lütfüdür. Və leysə zəkər kəl-unsə. Kişi qadın kimidir. Aydındır. Allah fərqləndirib. Allah Teala bizi fərqləndirib. Bax belə. Allah bizi fərqləndirib onlardan. Elhamdülillah. Bu Allah Teala'nın yazdığı bir şeydir. Ona görə sahabelərdən yəni səhv etmirəmsə Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu əleyhi və səlləm həyat yoldaşı o vaxt ki aylıq xəstəlik olur həcc vaxtı. Təbii ki həcdən qabaq. Yəni ümrə eləyə bilmir. Yəni həcə amma təmizlənir, həcc eləyir. Cəmaət qayıdır axı Mədinəyə. Yəni görsən ki, deyir ki, ya Rasulullah, ya Rasulullah. Hamı həcc elədi, ümrə elədi. Mən bir dənə həcc elədim. Hamı həcc elədi, ümrə elədi. Mən bir dənə həcc elədim. Yəni istəyirdi ki, hamı ilə eyni olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey Ayşə deyir, bu Allahın qadınlara yazdığı bir şeydir yəni. Mən nə edeyim buna yəni? Sən eləyə bilməzdin də ömrə. Peyğəmbər sallallahu əleyhi və səlləm çox deyinir. Peyğəmbər sallallahu əleyhi və səlləm axırda deyir ki, qardaşı Abdurrahmana ki, apar bunu. İndiki Ayşə məscidi olan yerə. Oradan miqat eləsin, təlbiyə eləsin, gəlsin, ümrə eləsin, gedək. Aparır, gəlir, ümrə eləyir. Yəni bu Allahın qadınlara yazdığı bir yəni şeydir. Namaz tərk olunur onda və oruc tərk olunur. Namazı qəza etmirlər, orucu qəza edirlər. Və kim gəlib sorsa ki, niyə bəs belə, niyə oruc belə, niyə namaz belə? Belə suallar var. Niyə belə, niyə belə? Bu, yəni azğın adamların sualıdır. Ona görə Ayşə radiyallahu anhə yəni soruşanda bir qadın ki, ey Ayşə, bəs niyə görə biz orucu qaytarıq, namazı yox. Deyir, xavaric sənsən. Yəni, müxalif sənsən. Yəni, sən səhv fikirli adamsan, yəni. Deyir, Peyğəmbər sallallahu vaxtında belə olurdu bizdə, orucu qaytardıq, namazı yox. Qurtardı getdi, iman. Aydındır. Allah hamıya kömək olsun. Deyir ki, həruriyyətin ənti. Həruri sənsən. Həruri, yəni, xavacdır. O vaxtda Hərur deyilən bir yer vardı. Xavac da oraya yığışmışdılar. Əli radiyallahu anh. Deyir, Həruri sənsən? Deyir, yox, Hərur deyiləm. Prosto soruşuram. Deyir, Peyğəmbərin vaxtında olurdu belə şey, namazı qaytarmırdıq, amma orucu qaytardıq. Qurtardı getdi. Bizdə belə şey yoxdur. Niyə belə, niyə belə? Aydındır. Allah razı olsun. Allah kömək olsun. Çünki bəziləri var, fətva veriblər, qadın heyz olanda oruç tuta bilər. Səfihlər. Bəziləri də var, deyir, qadın heyz olanda namaz qıla bilər. Belə şeylər var. Özlərində deyirlər ki, biz Quranla gedirik. Qəribədirlər.
qəribələr. Yəni yəqin o aya var ki, "Vəstənibun nisaa fil mahid." Qadınlar heyz olanda çəkinmə onlardan. Yəqin onlar aralı dururlar, distansiya saxlayırlar. Bax, yəqin hələ götürürlər mənanı. Oradan məna içtənibu, yəni yaxın durmayın, yəni yaxınlıq eləməyin mənasındadır. Yoxsa neçə metr məsafədən yanağı yoxsa xəstədirlər yəni. Bu qədər yəni səfehlər var. Bunlardan danışmaq istəmirəm, Şəvval ayıdır. Sadəcə olaraq toxundum. Mənə o hadisə apardı ora. Və sallallahu əleyhi və səlləm Muhammedin və aləhi.